Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər. Ekranda gördüyünüz bu suallar bir neçə gün öncə güvən hazırlıq kursları tərəfindən müəllim qəbulu üçün verilən suallardır. Sualları mənə bir izləyici tərəfindən göndərilib və bu sualların mümkünsə izahını səsləndirməyi məndən xahiş olunur. Suallar bir neçə gün əvvəl mənə göndərilib, amma bildiyiniz kimi həftə içi çox iş olduğuna görə yenə həftə sonuna izahları saldıq. İzahlar vermək istəyirəm, çətin suallar deyil. Düşünürəm ki, bu sualları abituriyentlər də işləsə, onlar üçün faydalı olar. Beləliklə, suallara izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Gəlin elə birinci sualdan başlayaq. Nəzərinizə çatdırım ki, bu müəllim qəbulu sualları olduğuna görə burada 30 yox, 40 sualda və hamısı qapalı suallardan ibarətdir. Yəni, burada biz açıq suallar, seçmə suallar, bu cür tipli suallarla rastlaşmayacağıq. Gəlin elə birinci sualdan başlayaq. Ağciyər kötüyü, ağciyər kapilyarları və ağciyər venaları. Bu tipli suallardır. Artıq biz dimdən belə model suallarla işləmişik. Seçmək məncə çətin olmaz. Və deyir ki, oksigenin, bax sağ tərəfdə, sol tərəfdə oksigenin qatılığını müəyyənləşdirir. Beləliklə, ağciyər kötüyü ürəkdən çıxan damar olduğuna görə orada venoz qandır. Yəni, mən oksigeni minimum götürməliyəm. Məsələn, D bəndində görürsünüz, oksigen maksimumdan minimuma gəlir. Mən isə ağciyər kötüyü, ağciyər kapilyarları və ağciyər venaları üzrə getsəm, minimumdan oksigeni maksimuma qaldırmalıyam. Ona görə də cavab B bəndi uyğundur. Bu sual üzərində çox düşünmək lazım deyil, çünki DİM-in bu tip suallarını biz artıq çox işləmişik. Cümləni düzgün tamamlayın. İnsan askaridi və uşaq biz quyruğundan fərqli olaraq exnikok. Demək istəyir ki, exnikok, askarit və uşaq biz quyruğundan nəyinə görə fərqlənir? İnsanda parazitlik etmir. Xeyr, hamısı parazitdir. İçərisində maye dolu ilk bədən boşluğuna malikdir. Exnikok, yastı qurdu olduğuna görə ilk bədən boşluğuna malik deyil. Hermafroditdir, bəli. Baxın, exnikok hermafroditdir, askarit və uşaq biz quyruğu isə ayrı cinsiyyətlidir. Bir də xatırladım ki, sualların etalon cavabları ilə mən tanış deyiləm və birbaşa çəkiliş olunur. Yəni, mən artıq etalon üzərindən çəkiliş heç bir zaman aparmamışam, indi də aparmıram. Əgər sualların cavablarını siz fərqli görürsünüzsə, məsələnin fərqli cür həll yollarını bilirsinizsə, buyurub kommentlərdə öz fikirlərinizi bildirə bilərsiniz. Beləliklə, növbəti suala keçirik. Bu sualı mən bəyənmişəm. İnsanın embrional inkişafının hansı mərhələsi və ya mərhələlərində uşaqlıq borusunda başlayır? Elə də çətin sual deyil. Uşaqlıq borusunda başlasın. Başlanğıc dövr əlbəttə ki, uşaqlıq dövründə, yəni uşaqlıq borusunda başlayacaq. Rüşeym dövrü uşaqlıqda, döl dövrü də uşaqlıqda başlayır. Ona görə harda başlayır sualına, Rüşeym mərhələsi yazsaydı mən seçərdim. Amma rüşeym dövrü uşaqlıqda başlayır, çünki yapışır ora uşaqlığa və beləliklə rüşeym dövrü başlayır. Bu səbəbdən də mən A bəndini çox rahatlıqla seçə bilərəm. Çöl göyərçinin skeletinə aid verilən sümük birləşmələrinin hansı ev itində də olar? Çöl göyərçinində var, amma eyni sümüklər ev itində də olsun. But sümüyü və çanaq sümüyü, bəli. Bu, həm çöl göyərçinində, həm də ev itində var. Pəncə lüləsi xeyr. Pəncə lüləsi yalnız quşlara məxsus əlamətdir. Qabırğalar və döş qəfəsi, bəli. Quşlarda da, məməlilərdə də var. Körpücük sümüyü və qarğa sümüyü. Demək, itdə körpücük və qarğa sümükləri yoxdur. Ona görə biz bu bəndi seçmirik. Kürək sümüyü və bazı sümüyü, bəli, biz bunu seçə bilərik. İtdə qarğa sümüyü olmadığına görə 6-cı bəndi seçə bilmirəm. 1-3-5 bəndi A bəndi olaraq qeyd eləyə bilərəm. Nə üçün insanın hərəki neyronların aksonları boz maddənin əmələ gəlməsində iştirak eləmir? Boz maddə mərkəzi sinir sistemi içərisindədir. Orada hissi neyronun aksonunun kiçik bir hissəsi, ara neyronun dendriti cismi aksonu, hərəki neyronun isə əsasən demək, dendriti və cismi iştirak eləyir. Hərəki neyronun aksonunun çox hissəsi mərkəzi sinir sistemindən kənarda yerləşir və üzəri meyelin qişası ilə örtülüdür. Və nəyə görə, gəlin baxaq, dediyim suala uyğun bir cavab nə seçə bilərəm? Sinir impulsları mərkəzi sinir sisteminə çatdırmaq hissi neyronun işidir. Sinir impulslarının ötürülməsində iştirak etdiyi üçün seçə bilərik, amma bir qədər digər bəndlərə də baxaq.
Çünki sinir impulslarını baş beyindən və ya mərkəz sinir sistemindən orqanlara ötürür də, iştirak eləyir. Sinir impulslarının, neyronların uzun çıxıntıları adətən sinir sistemində uzun çıxıntılar adətən meynin qişası ilə örtüldüyünə görə bu da doğrudur. Yenə baxaq, sinir sistemində neyronların uzun çıxıntıları meylin qişası ilə örtüldüyü üçün bu daha doğrudur. Sinir impulslarının bilavasitə duyğu neyronlarından aldığına görə səhvdir. Boz maddə ağ maddə içərisində yerləşdiyi üçün bu isə onurğa beyin haqqında söyləyə bilərik, baş beyin haqqında bunu söyləyə bilmərik. Düşünürəm ki, burada biz C bəndi olaraq işarələsək daha doğru. Çünki meylin qişası ilə örtülür neyronların uzun çıxıntısı, bununla da ağ maddənin əmələ gəlməsində iştirak edir. C daha doğrudur. Amma sinir impulslarının ötürülməsində iştirak eləyir də, yenə də hərəki neyronun aksonu impulsu mərkəzi sinir sistemindən orqana ötürmədə iştirak eləyir. Biz səhvləri axtarırıq, üzr istəyirəm. Deyəsən burada deyir ki, əmələ gəlmə, C bəndi doğrudur. Demək, cədvələ əsasən X və Y-in cəmini hesablayın. Əlverişsiz mühitdə qamçıya malik olan hüceyrə müxtəlifliyinin sayını istəyir. Ümumilikdə hidrada qamçıya malik olan hüceyrə bir həzm hüceyrəsidir, bir də nədir? Spermatozoiddir. Və əlverişsiz şərait dediyinə görə deməli spermatozoid yaranıb. Ona görə mən elə burada 2 götürürəm. İkisi də var. Əlverişli mühitdə xarici qatda hüceyrə müxtəlifliyinin sayını istəyirsə, aralıq hüceyrə, sinir hüceyrəsi, dəri əzələ hüceyrəsi və dalayıcı hüceyrələri götürərəm və bura 4 qeyd eləyərəm. Çünki əlverişli mühit olduğuna görə spermatozoid və yumurta hüceyrə xarici qatda əmələ gəlməyib. İkisinin cəmini istədiyinə görə 6 bəndi doğrudur. Hüceyrənin oksigensiz qalması zamanı ilk olaraq hansı orqanoidin fəaliyyəti pozulur? Hüceyrə oksigensiz qaldığı zaman onun daxilində oksigeni istifadə edən mitoxondridir və onun fəaliyyəti pozulacaq. Növbəti suala baxaq. Sxemdə idiotaptasiya yolu ilə əmələ gəlir. K, X, Y və Z hərfləri ilə müxtəlif sistematik kateqoriyalar göstərilir. Sistematik kateqoriyalardır və sxemə əsasən düzgün olmayan fikir istəyir bizdən. Baxaq, idiotaptasiya yolu ilə biz bilirik ki, növ, cins və fəsilə adlı sistematik kateqoriya yaranır. İdiotaptasiya ilə növ, cins və fəsilə yaranır. K, mikrotəkamüllə əmələ gələn kateqoriya ola bilər. K tutaq ki, növdür, mikrotəkamüldə də növ əmələ gələ bilir. Doğru fikirdir. Amma doğru olmayan axtarırıq. X mikrotəkamüllə əmələ gələn kateqoriya, makrotəkamüllə əmələ gələn kateqoriya ola bilər. Makrotəkamüllə fəsilədən böyük sistematik kateqoriyalar, cinsdən böyük sistematik kateqoriyalar əmələ gəlir və makrotəkamüllə əmələ gələr fikrinə burada minus qoyub. Halbuki makrotəkamüllə əmələ gələnə üstəgələk qoymalıdır. Cinsdirsə makrotəkamüllə əmələ gələr, həm də idiotaptasiya ilə. Burada minus qoyduğuna görə götürmürük. Y makrotəkamüllə əmələ gələn kateqoriya ola bilməz. Bax, bu səhv fikirdir. Bir də xatırladıram ki, makrotəkamüllə növdən böyük, yəni cins, fəsilə, sıra, sinif, bax, belə sistematik kateqoriyalar əmələ gələ bilir. İdiotaptasiya ilə də növ əmələ gələr, cins əmələ gələr, fəsilə. Deməli, Y-ə də üstəgələk qoyub makrotəkamüllə əmələ gələn kateqoriya ola bilər, amma burada yazılır ki, ola bilməz. C bəndi yanlışdır. Baxırıq, daxili orqandır və əzəllərinin işi iradidir. Bu tipli suallar demək biz ya dəyərdə, ya da ki, güvənin öz testlərində bu tipli sualları mən görmüşəm. Sözsüz ki, bu iradə olduğuna görə dildir. Şəkildə bitkinin fərdin inkişafında qamçılı qametlər əmələ gətirdiyini demək olarmı? Dişi quş mamırıdır, hardan bildim? Bir qutucuğu var, deməli, yaşıl dişi quş mamırıdır. Və bunun qamçılı qamet əmələ gətirdiyini söyləyə bilərikmi? Xeyr. Dişi quş mamırı olduğuna görə o yumurta hüceyri hazırlayacaq və mamırda 2 evli bitkidir. Deməli, erkək bitki qamçılı qamet yarada bilər, dişi bitki yarada bilməz. Ona görə elə olmaz seçirəm. Çünki bu bitki fərdi inkişafında sporlar əmələ gətirir. Digər olmaza baxaq. Çünki bu dişi bitkidir. Bəli, C bəndi. Olmaz. Çünki bu bitkinin fərdi inkişafında qeyri-cinsi çoxalma gedir. Yox. Törədiciləri bir hüceyrəli heyvan olsun. Bir hüceyrəli olsun, heyvan olsun. Bax, vərəm bakteriyadır. Burada da vərəm var, bakteriyadır və heyvan olmağına xüsusi. Qrip məsələn burada teni arenxoz qurd xəstəliyidir, bir hüceyrəli deyil.
Qrip virus xəstəliyidir, yuxu xəstəliyi və malyariya, bəli. Tripanosom yuxu xəstəliyinin törədicisidir, bir hüceyrəlidir. Malyariya sporlar tipinə aiddir, bir hüceyrəli heyvandır və xəstəlik törədir. Normal ontogenezi dövründə sayı azalır. Bu da maraqlı sualdır. Ürək kameralarının sayı artar. Ona görə biz bir seçmirik. Süd vəzlərinin, bəli, süd vəzlərinin sayı azalır, doğrudur. Əl barmaqlarını da mən götürmürəm. Düşünürəm ki, əl barmaqlarında artma ya azalma biz müşahidə eləmərik. Fəqərələri niyə azalaraq götürürəm? Çünki insanın inkişafının əvvəlində onurğanın quyruq şöbəsi olur. Sonradan isə bu quyruq şöbəsi itir gedir, normal insandan söhbət gedir, atavizmdən doğulan insandan söhbət getmir. Quyruq fəqərələri itir, ona görə düşünürəm ki, fəqərələrin də sayı azalmış olur. 2 və 3 Y bəndindədir. Bir hüceyrəli somatik heyvan hüceyrəsində mitozun anafaza mərhələsində 4N və 4C-dir. Anafaza mərhələsində xromosom sayını A ilə, yəni 4D-ni A ilə işarələ, xromatid sayını 4C-ni B ilə işarələdim. DNT zənciri deyir, baxın DNT zənciri deyir, o da 4 DNT olmalıydı, amma zəncir dediyinə görə biz 2-yə vururuq. Beləliklə 8 zəncir, bunu da deyir işarələ C hərfi ilə. İşarələdim. Yumurta hüceyrəsinin xromosom sayı D-dir, D-ni hesablayın. Gəlin baxaq. 4N, üstə gələk 4C, üstə gələk, baxın zəncir dediyinə görə 8 DNT bərabər olur 384-ə. 384-ü də mən 16-ya bölərəm və cavab çıxar, bir dəqiqə, demək 24. 384-ü N-in bərabər olar 24-ə. Yumurta hüceyrə dediyinə görə elə D-ni hesablayın deyir, D də elə yumurta hüceyrə NC-dir də. Ona görə elə N hesablamış olduq. Cədvələ əsasən X, Y və Z-i müəyyənləşdirin. Ürək kameralarının sayı heyvanda 2-dir, qəlsəmə tənəffüs eləyir, xarici mayalanmadır, balıqdır. Balıq seçirəm, baxaq, siyənək də balıqdır, akula da, çəki də, skat da balıqdır. 4 variantdan biri ola bilər. Y-də ürək kameraları 3 dənədir, ağciyərdir və daxili mayalanmadır. Ürək kameraları 3 dənədirsə sürünəndir ya da qurbağadır. Baxaq, ikinci sırada sürünən ola bilər, yenə bu bənd öz gücündə qaldı. Kərtənkələ ola bilər, bu da öz yerində. Baxın, bu bəndi mən sıradan çıxartdım, çünki timsahın nədir? Və latimeriyanı da sıradan çıxartdım. Latimeriya balıqdır və onun 3 kameralı ürəyi olmaz. D və Y bəndləri arasında seçim eləyəcəm. Və üçüncü heyvan Z-in 4 kameralı ürəyi var, tənəffüsü ağciyərlərləndir və daxili. Bu, timsahda ola bilər, məməli də olar, quş da ola bilər. Və üçüncü sırada kərtənkələdən sonra timsah verilən D bəndi uyğundur. İnsanın həzm sistemi ilə bağlı doğru fikri göstərin deyir. Qaraciyər yağların həzmində iştirak edən ferment hazırlayır, doğru deyil. Beləliklə, qida mədədə həm kimyəvi, həm mexaniki təsirə məruz qala bilər. Yenə də bunu kənara qoyaq, baxaq, mədəyə qarışıq vəzi axarı açılır, doğru deyil, 12 barmağı açılır. Mədə şirəsi karbohidratların həzmində iştirak edən ferment hazırlayır, səhvdir. Ağız boşluğunda qida yalnız mexaniki təsirə məruz qalır, səhvdir. Çünki karbohidratlarında həzmi həyata keçirilir. Qida mədədə həm kimyəvi, həm mexaniki təsirə məruz qalır. Əgər ağızda çeynəndiyini nəzərə alsaq, qida mədədə həm mexaniki təsirə məruz qalmış vəziyyətdədir, həm də mədə fermentlərinin təsiri ilə kimyəvi həzmə məruz qalır. Ən doğru cavab B bəndidir düşünürəm. Qapalı qabda 5 bakteriya 2 saat ərzində fasiləsiz bölünərək 160 bakteriya əmələ gətirdi. Baxaq, 5 bakteriya ilə başlayaq və 160-da dayanaq. 10 oldu, 10-da 20, 20-də 40 oldu, sonra 80, sonra 160 bakteriya oldu. Və 160 bakteriya oldu və buna 2 saat müddətində vaxt sərf eləyib. Yəni 120 dəqiqə vaxt sərf olunub. Və bölünmələrin sayına baxaq. 1, 2, 3, deməli 4 və 5 bölünmə. Beləliklə 120-ni 5-ə bölərik. Hər bölünmə arasındakı müddət 24 dəqiqəyə bərabərdir. İnsan orqanizmində parasimpatik sinirlərlə ötürülən oyanmalar ürək yığılmalarını zəiflədər. Mən 3 ilə başlamalıyam. 3. Qan damarlarını genəldər, çünki qanın sürəti yavaşlayır. Sonra 2 yazmalıyam.
Bağırsağın dalğavari hərəkətini gücləndirər. Sonra 4 yazmalıyam. Və göz bəbəyini isə daraldar. Çünki simpatik sinir göz bəbəyini genəldirdi. Parasimpatik sinir göz bəbəyini daraldır. 3, 2 və 4, 1 cavabını mən A bəndində işarəliyim. Atın filogenetik sırasında birinci canlının və barmaq sayını da göstərir. Ümumi barmaq sayı 5 barmaqlı olub, ətin birinci əcdadı. Demək, 5 barmaqlı olub və 4 dənədir bunun ətrafı. 4 vuraq 5, bunun 20 barmağı olub. Çünki ümumi barmaqların sayını deyir də. 5-ci canlının rudiment barmaqlarının sayından. Yəni, müasir atın rudiment barmaqları 2 dənədir. Bir ayağında 2, bəs 4 ayağında da 8. Demək, bunların fərqini tapın deyir. 12. Cavab 12 bəndini işarələmiş olduq. Növbəti suala keçək. Növbəti sual insanın skeleti ilə bağlıdır. Ətrafların sümüyü ilə bilavasitə birləşir, döş sümüyü ilə bilavasitə birləşir. Mən bura körpücük sümüyü yazaram, çünki körpücük sümüyündən başqa döş sümüyünə bir dənə qabırğalar birləşər də. Amma niyə mən qabırğaları yox, körpücük sümüyünü seçirəm? Çünki qabırğalar döş sümüyünə birləşir, bir də döş fəqərələrinə birləşir. Bu isə deyir, həm ətraf sümüyünə birləşsin, ətraf sümüyünə, yəni yuxarı ətrafdan nəzərdə tutur, həm də ki, nəyə? Döş sümüyünə. Ona görə yalnız körpücük seçdik. 1-ə D bəndi. 2-də ətraf sümüyü ilə bilavasitə birləşir, onurğa sütunu ilə birləşir. Bu da çanaq sümüyüdür. Həm aşağı ətrafın bud sümüyü birləşir, həm də demək onurğa sütunu. 2-yə mən çanaq yazaram. Çanaq sümüyü A bəndində verilib. Və 3-də isə deyir, o həm onurğa sütunu ilə birləşsin, həm də döş sümüyü ilə birləşsin. Həm onurğa, bu da qabırğalardır. Aha, bu isə artıq Y bəndi kimi işarələyə bilərəm. 1-ə D, 2-yə A, 3-ə Y bəndi olaraq B verilib. Amma baxın, burada S olan da verilib. Bu çox Y-yə oxşuyur. Burada, düşünürəm, burada S-dir, burada Y. Əgər səhv görürəmsə, S və Y-ləri siz mənə düzəliş eləyərsiniz. Müəyyən kütlədə darı toxumları və bundan 2 dəfə çox kütləsi olan qarğıdalı toxumlarının cücərməsinə 15 litr su sərf olunub. Gəlin baxaq. Darı toxumlarını mən X yazıram və qarğıdalı toxumlarının kütləsi bundan 2 dəfə çoxdur. Qarğıdalı toxumlarının kütləsinə 2X yazıram. Və deyir ki, ümumilikdə bunlara 15 litr su sərf olunub. Demək, mən bunların kütlələrini kənara qoyuram və onların udduğu su ilə işləyirəm. Darı öz çəkisindən 4 dəfə az. X olduğuna görə X-i 4-ə bölürəm. Qarğıdalı isə öz çəkisinin yarısı qədər. 2X olduğuna görə öz çəkisinin yarısı X olur. Deməli, X bölünsün 4, üstə gələ X bərabərdir 15-ə. Çünki udduğu sudan söhbət gedir, öz çəkilərindən yox. Beləliklə, mən bu zaman düzəldim. Ortaq məxrəc 4-ə gətirim. X üstə gələk 4X yazılsın. O da bərabərdir 15 olsun. Beləliklə, 5X bərabərdir. 5X bölək 4 bərabərdir 15 oldu. Və 5X da bərabər oldu. 4-ü vuraram 15-ə 60. X da bərabər oldu 12. Mən artıq darının çəkisini bildim. Çünki darının çəkisi X-dır. Amma gəlin baxaq görək, qarğıdalının cücərməmiş kütləsini istəyir. Qarğıdalının çəkisi də darıdan 2 dəfə çoxdur. Ona görə 24 bəndini götürmüş oluram. Sxemdə bir hüceyrənin meyoz bölünmələrinin fazaları verilib. Meyoz bölünmələrin ikinci mərhələləri göstərilir və deyir, sən onları seç. Meyozda tam xromosomlar olmayacaq. Baxın, 1 seçməyəcəm. Tam xromosomlardır. 3 seçməyəcəm. Düşünürəm ki, mən 8-də seçməməliyəm. Və 6-da da tam xromosomlar görürəm. Ona görə gəlin baxaq. 2 tək xromatitli xromosomlardır. Bəli, tək xromatitli xromosomlar götürə bilərəm. 3-də də mərkəzdə yerləşir tək xromatitli xromosomlardır. 1 sıradadır, 2 sırada deyil. Yaxşı, bəs sonra 5, bəli, 5-də bir cərgə düzülmüş xromosomlar meyozda metafaza mərhələsində, ikinci metafazada müşahidə eləyə bilərik. Bəs 4-ü seçə bilərəmmi? Xeyr, görürsünüz, tam xromatitli xromosomlar qütbə çəkilir. Yaxşı, 2 seçək, 3 seçək, 5-ə baxaq, bir sıra düzülüb seçə bilərik və 7-yə baxaq. Düşünürəm ki, 2, 3, 5, 7 tam doğru cavabdır. Siz fərqli düşünürsünüzsə, buyurun kommentlərdə öz fikrinizi bildirin. Daltonizm X cinsi xromosomla ilişikli resesiv bir əlamətdir. Daltonik kişi yazırıq. Kişi daltonikdirsə D, Y.
və onu çarpazlaşdırırıq. Normal qadındır, lakin anası daltonik olan qadın istəyirsə, sözsüz ki, burada qadının daşıyıcı olduğuna bizə işarə eləyir. Evlənir. Bu ailədə doğulan uşağın daltonik olma ehtimalı neçə faizdir? Baxaq, X kiçikdir, Y və Pinnet cədvəli burada ən yaxşı seçimdir, kiçik deyilər. Mən elə düşünürəm, bəzi müəllimlər Pinnet cədvəlini bəyənmir, amma yenə situasiyalar olanda, açıq suallar olanda din bizə nə öyrədib? Deyir ki, Pinnet cədvəli şəklində izah edin. Baxaq, burada qadın daşıyıcıdır, daşıyıcı sağlam deməkdir. X böyükdür, Y burada sağlam oğlan, X kiçikdir, Y bu xəstə oğlan və X kiçik deyilər, burada da xəstə qız. Deməli, oğlan olma ehtimalı, xəstə daltonik oğlan olma ehtimalı, baxın budur, bu da 4/1, o da 25%-ə bərabərdir. Növbəti suala keçək. Bu da bir qədər düşündürücü sualdır. Siz də fikirlərinizi bildirərsiniz. Xarici və daxili əlamətləri eyni olsun. Təbii şəraitdə çarpazlaşmayan və müxtəlif növə aid olan heyvanlar zooparkda bir yerdə saxlanılanda sərbəst çarpazlaşıb döllü nəsil verir. Müxtəlif növə aid olan fərdlər olsun, amma çarpazlaşsın, döllü nəsil versin. Bu hansı kriteriləri, bu heyvanların hansı kriteriləri fərqli ola bilər deyir. Hansı kriteriləri bunların fərqli ola bilər? Coğrafi kriteriləri mən fərqli götürmürəm, zooparka gətirir, bir yerdədirlər. Genetik kriteriləri fərqli olsaydı çarpazlaşa bilməzdi. Və morfoloji kriteriləri fərqli ola bilərmi bunların? Morfoloji kriteriləri düşünürəm ki, bunların fərqli ola bilər. Xarici əlamətləri fərqli ola bilər. Baxaq, fizioloji kriteriləri. Düşünürəm ki, bu heyvanların həyat prosesləri fərqli olsaydı onlar çarpazlaşa bilməzdi. Mən burada düşünürəm ki, fərqli növlərin xarici əlamətləri fərqlidir, amma fərqli növlərdir. Düşünürəm ki, burada morfoloji kriterilər ya da fizioloji kriteri götürək. Çünki fizioloji kriteridə bizə nə öyrənilib? Öyrədilib ki, bülbüllə alacəhrə, qovaqla söyüd çarpazlaşır, fərqli növlərdə döllü nəsil verir. Siz də öz fikirlərini 23 ilə bağlı bizə bildirə bilərsiniz. Qrafikdə 24 müxtəlif qida zəncirinin səviyyəsi verilib və keçən enerjinin ötürülməsi təsvir olunur. Minimal enerji itkisi şəraitində K-dan L çıxaq ifadəsinin qiymətini hesablayın. Deməli, M-in tərkibində 80.000 kilojoule enerji var və mən elə qədər gəlməliyəm və deyir, enerji itkisi minimaldır. Deməli, mən bir canlıdan digər canlıya enerji itkisini 20% götürüm də, keçidi 20% götürüm. Və 80.000-in 20%-ni tapmaq onu elə 5-ə bölmək deməkdir. Ona görə 16.000-i yazıram. N-in üzərində 16.000-i 5-ə bölürəm. 3.200-ü yazıram. Demək, 3.200-ü yazıram K-nın üzərində. İndi 3.200-ü də bir 5-ə bölüm. 3.200-ü bölək 5-ə. 640 da yazıram L-in üzərində. Çünki 20% keçiddir. Və K-dan, yəni 3200-dən də 640 çıxaram və baxaq görək nə alarıq. 2560 cavabı A bəndində verilib. Biz 25-ci sualla davam eləyək. Yanlış mülahizəni müəyyən edin və yanlışları axtaracağıq. DNT molekulunun müəyyən hissəsində ümumi nukleotit sayı 240-a bərabərdir. Bu hissədə adenin azot əsasları 50-dir. Adenin 50-dirsə, demək, timin də 50-dir. Demək, 240-dan 100 çıxarıq, 2-yə bölərik, deməli 70 də guaninlə sitozindir. Rahat suallardır, suallarda heç bir çətinlik yoxdur. Və yanlışa baxaq. Pentozaların sayı 240-dır, bəli, nukleotit nə qədərdirsə, pentoza da o qədərdir. Guanin 70-dir, bəli, doğrudur. Hidrogen rabitələrin ümumi sayı 260-dır. 240-ın üzərinə 70 gələrəm, 310-dur. Bu cavab səhvdir. Ortofosfat turşusu qalıqları 480-dir, bu da səhvdir. Nukleotit nə qədərdirsə, ortofosfat da o qədərdir. Yəni 3-4 səhvdir. Nukleotit cütlərinin sayı 240-dırsa, 120 cüt elə 240 eləyir, doğru fikirdir. Mən səhv olaraq 3 və 4-ü seçə bilərəm. Birlikdə cəmləri 20 ədəd olan xaçlı hörümçək və işçi arıdır. Demək, mən xaçlı hörümçəyi X götürüm, işçi arını Y götürüm və bunların birlikdə cəmini 20-yə bərabər eləyim. Və deyir ki, bunların hərəkət orqanlarının
Sayı da 184-dür. Xaçlı hörümçəkdə sadəcə ayaqdır 8x üstə gələk. May böcəyi də istəyir, yox, işçi arı istəyir, üzr istəyirəm, may böcəyi yox. Hərəkət orqanlarının sayı isə onda götürəcəksən 10 ədəd. Ona görə 10y yazaq. Bərabərdir 184 istəyir, verir və deyir xaçlı hörümçəkdə neçə ədəd tor ziyilciyi var. Əvvəlcə mən xaçlı hörümçəyin sayını tapım, sonra tor ziyilciyinin sayını tapım. Tərəf-tərəfə cəmləyirəm. 9x üstə gələk 11y bərabərdir 184-ə. Üzr istəyirəm, burada 204 yazmalıyam. Tərəf-tərəfə cəmləyirəm mən burada. Beləliklə 204 yazmalıyam. Tərəf-tərəfə cəmləyəndə rəqəmləri cəmlədim. Və indi bax bu ifadədən x-in əvəzliyim. Nə ilə əvəzləyərəm x-i? Əvəzləyərəm ki, y çıxaq 20 ilə. 20 çıxaq y ilə əvəzləyərəm. Deməli, 9 vuraq 20 çıxaq y, x-i əvəzlədim. Üstə gələk 11y bərabərdir 204. Riyaziyyat artıq biologiyanın ayrılmaz bir hissəsinə çevrilib. Demək, 180 bərabərdir. 180 çıxaq 9y buradadır. Üstə gələk 11y bərabərdir 204. Davam edirik. Burada 2y-im qalacaq. Çünki biri mənfidir, biri müsbət. 180-i də bu tərəfə keçirdərəm. 204-dən 180 bu hissədə müsbətdir. Bu sağ tərəfə keçirəndə mənfi olar. 204-dən çıxaram 180-i. 2y-im bərabər olar 24-ə. Y-im bərabər olar 12-yə. Deməli, y mən nəyi götürmüşdüm? Mən arıları y götürmüşdüm. Y-im 12-dirsə, demək 8 dənə də hörümçəyim var. Çünki ikisinin cəmi mənə 20-ni vermişdi. Və tor ziyilciyini istəyir. Bir hörümçəkdə 6 dənə tor ziyilciyi var, yaxud 3 cüt. 8 vuraq 6 da sizə 48-i vermiş olar. Beləliklə biz 26-cı suala izah verdik, keçirik 27-ci suala. Kartof bitkisində ehtiyat qida maddəsi nişastanın zoğun şəkil dəyişməsində toplandığını söyləyə bilərikmi? Əlbəttə ki, söyləyə bilərik. Kartof gövdənin şəkil dəyişməsidir. Olar. Olarlara baxıram. B bəndində olar var, D bəndində olar, Y bəndində olar. Yerüstü sözünə görə mən B bəndini götürmürəm. Olar çünki onun gövdə yumurları yeraltı zoğun uç hissəsinin genişlənməsindəndir. D bəndi doğrudur. Gövdə yumurları kökümsov sözü doğru deyil. Çünki gövdə yumrusudur, kökümsov deyil ki. D bəndini doğru götürdük. Zülal molekulunda peptid rabiti hansı atomlar arasında yaranır? Demək, zülal molekulunda peptid rabitə azot və karbon atomlar arasında yaranır. Hansı vəzlərin insanda sayı daha çoxdur? Həzm vəzləri deyəndə ağız suyu, mədə vəzləri, bağırsaq vəzləri nəzərdə tutulur. Qalxana bənzər ətraf vəzi 4 dənədir. Niyə silirəm? Həzm vəzi ilə müqayisədə azdır. Böyrək üstü vəzini də silirəm, 2 dənədir. Qarışıq sekresiya vəzlərinin say olaraq 10 dənədir həzm vəzlərinə baxanda. Ağız suyu vəzləri çoxdur, yoxsa həzm vəzləri? Əlbəttə, ağız da həzmin bir hissəsidir də. Ona görə həzm vəzləri ağız suyunu da özündə əks elətdirir deyə A bəndi daha çoxdur. Eyler-Venn diaqramına uyğunsuzluğu müəyyən eləyin. Uyğunsuz olsun. Sarı bölflerlə kitayka alma sortunu cəmləyib Miçurin çarpazlaşdırıb. Bu zaman kitayka ata, sarı bölfler anadır. Meyvələri kiçik və turşdur, bir doğru yazılıb. Soyuğa davamlıdır, doğru yazılıb. Hər ikisi alma sortudur, doğru yazılıb. Meyvələri iri və şirindir, sarı bölfler doğrudur. Lakin sarı bölflerin tozcuğundan istifadə olunur fikri səhvdir. Çünki sarı bölfler ana bitki idi. Və 31-ci suala baxırıq. Bu zaman, demək, burada xət çəkildi. Y bəndini işarələyək. 31-ci suala baxırıq. Təbii seçmə hər istiqamətlidir, yoxsa istiqamətsiz? İstiqamətlidir. 2. Çünki güclüləri seçir. İlk dəfə hansı erada götürək? Arxeya erasında təbii seçmə mümkün oldu. Bu seçmə kimin? İnsanın yoxsa növün xeyrinədir? Növün xeyrinədir. 7 götürək. 2, 4, 7 də A bəndində sizə təqdim olunub. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığına baxaraq, lampa yananda itdə ağız suyu ifrazı baş verir. Lakin bu zaman güclü zəng səsi gəlir və itdə yarandığı ilk ağız suyu ifrazı kəsilir.
Nə? Səmt yaranır da. Səs gəlir və it boynunu çevirir. Nə yarandığı üçün? Səmt refleksi yarandığı üçün, demək bura 3 yazıram, yerləşmədi. Ağız suyu və bu tormozlanma da nədir? Şərtsiz tormozlanmadır. Kitabda bu haqda açıq-aydın yazılıb. Şərtsiz tormozlanmadır və Y bəndi. Da bu may böcəyinin biz qolcuqlarına, ağız aparatının qolcuqları bizi hər sualda, istər OTK sualı olsun, istər burada olsun da biz bunu əzbər bilirik. Çox həddən artıq işlənmiş sual oldu. Ağız aparatında olan qolcuqlar alt çənə və alt dodağa birləşir. 3 və 4 bəndləri doğrudur. 34-cü suala əsasən düzgün cavabı tapın və canlılar aləmi verilib. 4 aləm verilir. Baxaq, nümayəndələrində hüceyrə divarı olmur. A. Heyvandır. Xlorofilə malik nümayəndələri yoxdur, səhvdir. Niyə? Evglena var, Volvox var. B. Qaranlıqda avtotrof yolla qidalana bilən nümayəndələri var. Bu bakteriyalardır. B aləminin çox hüceyrəli nümayəndələri vardır, səhvdir. B aləminin nümayəndələrində nüvə olur, səhvdir. Çox hüceyrəli nümayəndələrində bədən mitselidən ibarətdir. C. Göbələkdir. C aləminin yalnız çox hüceyrəli nümayəndəsi olur. Niyə? Bir hüceyrəli göbələklər də var, maya olsun, mukor olsun, səhvdir. Qalır D bəndi. Nümayəndəsi xloroplastı var, bitkilərdir. D aləminin sporla çoxalan, bəli. Məsələn, qıcılar, mamırlar da bitkidir və onlar sporla çoxalır. Orta yaşlı sağlam insanın böyrək nefronunun quruluşu verilib, damarlar şəkildə göstərilib. Hansı damarda axan karbon qazının, bu da demək elə güvənin öz sual modellərinə oxşardır, bəlkə də eynidir. Çünki belə suallar biz işləmişik də ifrazat sistemi ilə. Bəlkə də tamamən eyni sualdır. Damarda axan qan karbon qazının miqdarı çoxdur. Baxın, şəklə əsasən mən deyirəm ki, bu gətirici arteriyadır, bu da çıxarıcı arteriyadır. 3 uyğun olaraq vena damarıdır. Və 4 də kapilyar yumaqçıqdır. Venaların ətrafında toplanan, 1-ci və 2-ci dərəcəli qıvrım kanalların ətrafında olan yenə vena damarıdır. Karbon qazını çox istəyirəmsə, mən 3 seçəcəm. Karbon qazını çox istəyirəmsə, 3 seçəcəmsə, ya A-dır, ya da Y bəndidir. Vena damarını seçdim və deyir ki, sidik cövhərinin qatılığı çox olsun. Sözsüz ki, 1-də gətirici arteriyada sidik cövhərinin qatılığı 2-dən daha çoxdur. Ona görə 3 və 1 cavabı Y bəndini seçmiş olduq. Ən nəhayət sonuncu suala gəlirik. Bu da mənim bəyəndiyim suallardan biri oldu. Bu tipli sualları biz demək qəbul sınaq imtahanı verdilər. Orada da belə tip suallarla rastlaşdıq. Diploid xromosom dəstə malik olan, baxın, 2 evli bitkidir. Dişi fərdinin erkək fərdi ilə çarpazlaşmasından əmələ gələn, baxın, diploid bitkidir, 2N-dir. Əmələ gələn toxumun endosperm istəyir. Deməli, mən toxumun endospermini 3N götürməliyəm. Hüceyrəsində 2 ədəd X cinsi xromosomu var. 2 dənə X varsa və bu triploid olmalıdırsa, deməli, bir dənə də Y olmalıdır. Düzdür? Çünki triploiddir. Mən 2 dənə X-i diploid bitkinin mərkəzi hüceyrə, bu mənə nəyi deyir? XXY endosperm olmaq mənə onu deyir ki, bunun mərkəzi hüceyrəsi 2X-dir. Yəni, dişi bitki homogametdir. Erkək bitki isə heterogametdir. Endospermdə əlamətin çoxu anaya, azı atıya. 2X-i anaya götürürəm, Y-i atıya götürürəm. Gəlin baxaq, cavabda ya verməlidir dişi homogamet bitkidir, ya da erkək heterogamet bitkidir. Dişi heterogamet götürmürəm. Erkək heterogametliyə malikdir, amma çılpaq toxumlu olmaz da, çünki çılpaq toxumluğun endospermi 3N olmaz. Yenə dişi heterogametliyə malik deyil, çünki dişidə 2 dənə X var, səhvdir. Erkək heterogametliyə malik örtül toxumlu bitkidir, bəli. Beləliklə, bəs niyə Y bəndini seçmədim? Erkək heterogametliyə malik öz-özünə tozlanan bitkidir. Erkək heterogametliyə malik öz-özünə tozlana bilməz, çünki bu bitkilər kevli bitkilərdir. Kevli bitkilərdə də öz-özünə tozlanma yoxdur. Günə baxanda X üstə gələ Y-in cəmini hesablayın. 1000 dənə çiçək var səbətdə. Erkəkciyin ləçəyə nisbəti 4-ün 3-ədir. Yaxşı, gəlin baxaq görək 4-ün 3-ə nisbəti. Biz bilirik ki, ləçək bütün çiçəklərdə var, erkəkçi isə yalnız boru şəkilli. 1000-in 4də 3-ü neçəyə bərabərdir? Ki, erkəkçi olsun o çiçəklərdə. 1000-in 4də 3-ü neçəyə bərabərdir? Baxıram ki, 1000-in 4də 3-ü 750-yə bərabərdir. Deməli, 750 çiçəkdə erkəkçik var. Mən suala bu cür yanaşırım. Siz fərqli yanaşırsınızsa öz izahınızı verin.
750 çiçəkdə erkəkcik var. Deməli, uyğun olaraq 250 çiçəkdə erkəkcik yoxdur. 4-də 3, 1000-in 4-də 3-ü mənə 750 verdi. Və yumurtacıq sayı, əgər 750 boru şəkilli çiçək varsa, mən yumurtacıq sayını elə 750 götürərəm. Bəs dişicik ağızcığını isə 1500 götürərəm. Çünki bir dişicik 750 çiçəkdə 750 dişicik və 2 ağızcıqlı olduğuna görə 1500. İndi bu iki rəqəmi cəmləyərəm. 2250 cavabını aldım. Orta yaşlı sağlam insan sakit halda müəyyən müddətə tənəffüs eləyir. Qana keçən oksigenin həcmi 25 kub millimetr. Qandan kənara çıxan karbon qazın həcmi 20. Bunlar arasındakı fərq 600 millidir. Əslində bunlar arasındakı fərq 5 kub milli olmalıdır. İndi 600-dür. 600-ü bölüm 5-ə görüm neçə tənəffüs hərəkəti baş verib və görürəm ki, bu adam 120 tənəffüs hərəkəti eləyib. Həmin müddətdə ağciyərə neçə litr hava daxil olur? 120-ni də 120 tənəffüs hərəkətini 500-ə vururam. Çünki bir tənəffüs hərəkətində 500 milli hava olur. 60.000 cavabını alıram və deyir neçə litr hava daxil olub? Litr dediyinə görə 1000-ə də bölürəm, 60 litr hava daxil olub. Antropomorfoza aiddir. Antropomorfoz yalnız insana məxsus olan morfoloji əlamətlərdir. Quyruğun yox olması insana bənzər meymunlarda da var. Kəllənin üst şöbəsinin beyin şöbəsindən böyük olması meymunlarda da var belə bir şey. İnsanda isə bunun tərsidir. Beyin şöbəsinin üst şöbəsindən böyük olması. Üçüncü, göz qapağının rudiment olması bütün məməlilərdə. Yastı dırnaqlar insana bənzər meymunlarda da var. Onurğanın lardoz və kifoz əyriliyini antropomorfoz götürə bilərəmmi? Əgər insanın esvari onurğası varsa və bu yalnız insana məxsusdursa, meymunlarda yoxdursa, bəli, lardoz və kifoz əyrilikləri, önə və arxaya əyriliklər götürmək olar. Düzgün fikri müəyyən edin və sonuncu 40-cı sualdayıq. 2 qan dövranına malik heyvanlar deyəndə qurbağa, suda qurda yaşayandır, sürünən, quş, məməli. Qanı tənəffüs orqanından arteriya damarına keçir. Məsələn, məməlilərdə ağciyər venalarına keçir. Ona görə bunu bütün 2 qan dövranı olan heyvan üçün deməyək. Ürəyi 2 kameralıdır? Yox. Balığın ürəyi 2 kameralıdır, onda 1 qan dövranı var. Qanı ürək boşluğuna vena damarı ilə qayıdır. Bu sözü qurbağa üçün də, sürünən, quş, məməli üçün deyə bilərəm. Ürək boşluğunda yalnız arterial və venoz qan olur deyə bilmərəm. Qurbağada və sürünəndə qarışıq qanda olur. Qan qazlar mübadiləsində iştirak etmir, bu həşəratlar üçündür. Amma bütün 2 qan dövranı olan heyvanlarda ürək boşluğuna qan vena damarı ilə qayıdır fikrini söyləyə bilərəm. Beləliklə, sizlərin xahişi ilə sizin mənə göndərdiyiniz suallar əsasında mən güvənin müəllimlər üçün olan sınağına izah verdim. İnşallah bəyənərsiniz. Vaxt ayırıb dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.